bütün dünyanı gəzərsən. Səndən qəribəsini tapmazsan. Çaman nə hayda, sən də hayda. Gündə qulağımızın dibindən bir güllə atılır. Heç bir mil sabah saat çalışıb ya yox. Sən də hara gedirsən, bu mitir paltarlarını özünlə daşıyırsan. Qorxmursan ki, sabah şenliyin içində səni hoydu-hoyduya salıb biabr eləyərək. Teatr vaxtı deyil. Sən belə şeyləri qabarsan yoldaş başa. Sənin tüfəngindən çox indi bu kəndə mədəniyyət lazımdır. Teatr mədəniyyətin birinci pilləsi. Nə idi? Birinci pilləsi. Ay bərəkallah. Elə Gəlay bəy də indi oturub qan şarabında, iki əlli dilib ağzına, bar-bar bağırır ki, hanı o köy mədətin oğlu Uzundraz Qasım, gəlsin peykamıya mədəniyyət yaysın, yoxsa bağını çaplar. Gəlay bəyə mədəniyyət yox, bircə cümlə lazımdır. Söz verirəm, arxayır ol, o da mənim boyuma. Mədəniyyət, bax bu gün gördüyüm bu qara camaata lazımdır. Özü də heç bilirsən isə lazımdır. Aradan biləsən, ay yazdır. Mən onu yırmışam, düzünü deyil. Ömrümdə heç bircə dəfə yoxsun, kitab oxuyursan. Sən kitab oxuyub müsrifi eləyəndə, mən əlimə tüfəngi alıb inqilab eləmişəm. Baş tapdın. Əsl inqilab mədəni inqilabdır. Qoy bir bu Gəlay bəyə cəhənnəmə başını eləyək. Bu peykamı da bir vursan qazı vurmadın. Gəlay bəyə eləyəcək tiyatr. Gecələr işıqlar yanacaq. Kənd cəmaatı bir-birinə deyəcək ki, bu gecə teatrda ölülərin tamaşasına gedir. Kefli İskəndərdə olur da. Qasım Mədətoğlu özü olur. Kaş, Allahın altında mənim də Şeyh Nəsrullah kimi elə bir oleydi ki, ölülərlə danışa bilirdim. Artist yenə cezm olur. Əgər olsaydı, üzümü tutub qarısanlıqda şöyle deyərdim ki, bir gün Şeyh Nəsrullah gəlib duracaq sizin başınızın üstündə, uca səslə oxuyarak çıxılacaq ki, durun ey Allah'ın ömür bəndələri. Ölülər, nə qadə Şeyh Nəsrullahın sözünə bunlara səsləsin. Gəlin bu Şeyh İskəndərin nəsiyyətini gəlin. Necə yapın, sizə yapın. Allah sizə rəhmət eləsin. Ölülər. Sağ ol ey. Əhsən. Vaxtı deyil. Vallahi vaxtı deyil. O qədər işimiz var ki, gəncə işimizin daha üçün.